ki vaxtımız olduqca baxarsınız. Görə bilirik ekranı. Onda bir dəqiqə. Kaydı başladan da olur belə proses. Gözləyin. İndi hər kəs görə bilir. Əla. İndi baxın, Azərbaycanın ərəb əsarətinə düşməsi prosesi birinci növbədə bilməliyik ki, 642-ci ildə ərəblərin Ərəb dövlətinin yaranması 630-cu ildə və 642-ci ildə kimi bəzi əraziləri tutaraq artıq şimala doğru hərəkət ilə əlaqədardır ki, bax bu hissədə hələ Cənubi Azərbaycana daxil olmamış 642-ci ildə Nəhavət Həmədan döyüşündə böyük uğur qazanırlar. Və 642-ci ilin sonunda yaxınlaşırlar bu əraziyə, sərhəddimizdə Vacruz adlanan yerdə döyüş baş verir. Həmən bu döyüşün nəticəsində nə baş verəcək? Vacruz döyüşündə Cənubi Azərbaycanlıların məğlub olması nəticəsində Cənubi Azərbaycan sərhədləri yarılaraq ərəblər içəri daxil olacaq. Və ərəblərin içəri daxil oluşu ilə Azərbaycanın işğali prosesi başlayacaq. Baxın, bu üç nöqtəsi Ərdəbil ərazisidir. Həmişə göstərdiyimiz Xəzərə yaxın hissə. Bax, bu Ərdəbil ərazisində nə baş verir? Maksimum diqqətli olun. Ərdəbil yaxınlığında Cərmidan adında bir dağ var ki, Cərmidan ətrafında 643-cü ildə ilk döyüş baş verir. Ərdəbil hakimi İsfəndiyarla. Ərdəbil hakimi İsfəndiyar demək olar Cənubi Azərbaycanı idarə edirdi. Və İsfəndiyarın məğlub olması və ərəblərlə sülhə girməsi nəticəsində ümumi ərazidən cənubdakı Cənubi Azərbaycan torpaqlarını tam şəkildə ərəblər işğal edir. Bəli, ərəblər işğal edəcək. Bu yadınızdan çıxmasın. İndi Azərbaycana işğalları bununla başlayır və burada hələ ki Əməvi sülaləsindən danışa bilmərik. Biz burada 4 xəlifənin dövründən danışmalıyıq. Bunu Elmira cavablayacaq. Elmira, 4 xəlifənin dövrü nə vaxtdan başlayır? İnsaflı xəlifə. 630 neçəyə kimi? Yox, 632-də başlayır. Əməvilərin hakimiyyətə gəlişini yada sal. Bəli. Bundan da 10 il əvvəl demişdikmi ki, 651-də Sasanilərə son qoymuşdular. Bəli. Yəni, əslində Əməvilər Sasanilərə son qoyma 4 xəlifənin dövründədir. Yoxsa Əməvilərin zadın dövrünə düşməyib. Əməvilər çünki 61-dən gəlir. Yaxşı mı? Bunu qarışdırmayın. İndi, Beyləqanda müsafirin başçılığı altında üsyan baş verməz. Bu 748-ci ildədir. Ərəblərə qarşı Şimali Azərbaycanda ilk baş verən üsyanlardan biridir. Beyləqanda müsafir üsyanı. Özdə belə bir şey demişdik. 748-752. Bəli. 748-752-ci illər haqqında məlumat vermişdik ki, 748-də Əməvilərdə başlayır. Bəxtiyar 750-ci illərdə ərəblərdə kimlər hakimiyyətə gəlir? Abbasilər. Elmira, nə vaxta kimi Abbasilər hakimiyyəti davam etdirir? Bəxtiyar, sənə deməmiş cavab vermə. Yaxşı. Burada ümumi sual cavabı mən ona görə aparam ki, hamı məlumatlansın, təkrar eləsin. Heç kəsin yerinə Bəxtiyar, adımı çəkdikdə suala cavab ver. Məsumə, 1258-ci ildə Ərəb dövləti hansı dövlət tərəfindən süquta uğradılır? Hansı? Əla, bəli. İndi baxın, Beyləqandakı müsafir üsyanı 748-də başlayıb 752-yə qədər davam etmiş bir üsyandır. Baxın, Əməvilər dövründə başlayıb, Abbasilərdə sona çatıb. Beyləqanda müsafirin başçılığı altında üsyanın baş verməsi, bəli, Əməvilərə aid olar.
A-nı götürəcəyik Bartdan. Xəzər xəqanlığı ilə toqquşmaların baş verməsi. İlk toqquşma. Kim mənə deyər, Xəzər xəqanlığı ilə ilk toqquşma nə vaxtdır? Məsumə, səncə birinci Bələngərdə Xəzər xəqanlığı yaranmışdı? Bəli. Çünki Xəzər xəqanlığı 650-dən 965-ə qədər mövcud olub. Xəzər xəqanlığı şərqi, daha doğrusu qərbi Göytürkün yerində yaranıb 965-də. Elmira deyə bilərsən, o Kiyev knyazı kim idi 965-də bunu sübuta uğradan? Yada sal. Bəli. Bəli, S-la başlayırdı. Məsumə deyə bilərsən? Svyatoslav. Svyatoslav idi bunu sübuta uğradan. Ama bakın 643'te birinci Bələngər döyüşü baş verir. 653'te de ikinci Bələngər. Ama size 643'te Xəzər xəqanlığı deyə bilməz. Xəzər xəqanlığı adı 653'te çəkilməlidir. 653'te ilk döyüşləridir Xəzər xəqanlığı ilə ərəblər arasında və bax desək ki sizə Xəzərlilərlə ərəblər arasında, onda deyirsiniz ki tayfanın adı çəkilir, Xəzərlilər. O birincidir, 643. Amma 653'te Xəzər xəqanlığı ilə ərəblər arasında baş verən döyüşdür. Bunu yaddan çıxartmayın. Oldu? Bəli. 653'te Əməvilər sülaləsi hakimiyyətə gəlmişdi, Məsumə. Məsumə. Nə oldu bu uşaqlara? Məsumə, səsimi eşidirsən? Eşitmirsən səsimi? Bilirəm 653-cü ildə Əməvilər sülaləsi hakimiyyətə gəlmişdir. Bəli, 4 xəlifə. Bəli. Bəli, Osmanın dövründə idi. 644-dən 656-ya qədər. 4 xəlifə dövrü idi. Ona görə bax, beyni götürmürük. Əhalinin siyahıya alınması, vergilərin artırılması. 725-ci ildə Azərbaycan əhalisi siyahıya alınır. Əməvilər vergiləri artırır. Əməvilər 4 xəlifə dövründə biri ki, bunlara insaflı xəlifələr deyirlər. Bunlar qəddar proses aparmırdı. Yaxşı, burada vergilərin artırılması 725-ci ildir. Ona görə də C variantını Əməvlərə götürürük. Bir də A variantını Əməvlərə götürürük. Birə olmalıdır AC. Bəli. Birə AC-ni götürdük. İndi 2. Baxın, 2-də sizə Abbasilər sülaləsinin dövrü deyir. Dəbilin Ərəb Əmirliyin mərkəzinə çevrilməsi. Baxın, fikir verin bu hissəyə. Dəbilin Ərəb Əmirliyinin mərkəzinə çevrilməsi, yəni mərkəzə çevrilməsi bir paytaxt şəhərə çevrilməsidir. Dəbil ümumən Ərəb Əmirliyinin mərkəzi şəhəri olubdur. Xeyr, ona görə mərkəzi şəhər kimi götürə bilmərik. Dəbilin tutulması desə, bunlar bax 643-cü ildə gedib Dərbənddə Xəzərlilərə məğlub olanda o Bələngər ətrafında Xəzərlilərə məğlub olub qaydanda 644-də Gürcüstana gedirlər. 644-də. Gedirlər Gürcüləri öz xoşluqları ilə ora məlumat göndərmişdilər də biz İslam dinini qəbul edəndən sonra haqq yoluna gəlmişik. Sizə də İslamı yaxşı biləni göndərəcəyik ki, siz də haqq yoluna gələsiniz.
xoşluqla təslim olun, biz qan tökmək istəmirik. Belə bir məlumat yollamışdılar. Hansı ki, Gürcülər də bunu qəbul edir, asılılığı qəbul edirlər və 644-də 4 xəlifə buranı tutur və bu ətrafdakı Dəbil ərazisində özünə birləşdirir. Daha doğrusu bu Göyçə gölü tərəfdə, bax, bu hissədə. Göyçə gölündən Gəncəyə qədər olan hissədə Dəbil ərazisi var idi. Bəli, bu daha çox mərkəzi demirik, buna deyirik daha çox Dəbil ərazisinin tutulması. Yəni bunu tam aid edə bilmərik. Sonra ikinci, hərbi qənimətə görə xümüs vergisinin ödənməsi. Xümüs birinci növbədə nə idi? Xümüs daşınan əmlakdan alınan vergi idi. Hərbi qənimətə görə xümüs vergisinin ödənməsi prosesi baş verirdimi? Orada bəli, baş verir. Bilirsiniz nəyə görə deyir bu hərbi qənimət? Çünki hərbi qəniməti götürən adam onu şəxsi mülkünə, daşınan əmlakına çevirirdi. Onu hərbiçi daşınan əmlakına çevirirdi deyə, o avtomatik daşınan əmlaka görə, o döyüşlərdə əldə etdiyi əmlaka görə xümüs ödəməyə başlayırdı. Xürrəmlərin 80 sər döyüşlərində məğlub edilməsi. Birinci növbədə Xürrəmlər 80 sər döyüşündə məğlub edilibmi? Bəli, edilibmi? Xeyr. Əstağfurullah, xeyr. Niyə? Məsəl üçün biz Xürrəmlərlə Abbasilərin döyüşlərinə 778-dən 837-yə kimi baxırıq. İlk döyüşləri 778-dədir. Sonraki döyüşləri 808-dədir, 30-u. 816-da Babəkin hakimiyyətə gəlməsidir. 819 Babək ilk Ərəb nizami ordusunu məğlubiyyətə uğradır. 829 ilk dəfə Bəz uğrunda 1-ci Həştadsər döyüşündə yenə Xürrəmlər qalib gəlir. 830 1-ci Həmədan döyüşündə yenə Xürrəmlər qalib gəlir. Həmədan şəhərini ələ keçirirlər. Bax, Həmədan şəhəri bu tərəfdədir. Xəzərin altı. Bəli, ələ keçirirlər və 832-ci ildə ilk dəfə Babəyin başçılığı ilə ikinci Həmədanda Xürrəmlər məğlub olur. İlk dəfə Babəyin başçılığı ilə. Bax, Xürrəmlər ilk məğlub olub 778-808-ci illərdə. Amma burada Babək hakimiyyətdə deyildi. Babək 816-da gəlir. Onun hakimiyyətə gəldiyi döyüşlərdən sonra ilk dəfə məğlub olduğu döyüş 833'te 2. Həmədandır. 836 Salam. Kimin nömrəsidir? Aydan sənsən? Aha, Aydan niyə gec qoşuldun? Aha, bir dəqiqə. İndi, bəli, Babəyin hakimiyyətə gəldikdən sonra Xürrəmlərin ilk dəfə Babəyin hakimiyyəti altında məğlub olması 2. Həmədandadır. 836-da, 835-də Məsumə kim gətirilir Ərəb qoşunlarının başına? Yada sal. Afşin, bəli. Bəxtiyar Afşin hansı mənşədən idi? Bildim, hansı mənşədən idi? Türklərdən. Bəli, mənşə deyəndə onun türk, ərəb, fars, erməni, rus nə olduğunu bilmək. Yaxşı, bəli. 836-cı ildə, 836-cı 2-ci Həştadsər döyüşü baş verir. Afşin bu döyüşdə iştirak eləyirmi? 836 2-ci Həştadsər döyüşündə. İştirak eləmir. Bəli, ona görə Ərəb qoşunu yenidən məğlub olur Xürrəmlərə. Yəni, yadınızda saxlayın ki, Afşinin iştirak etdiyi bir döyüş var. 837-də Bəz döyüşü və Xürrəmlərin ağır məğlubiyyətə uğradıldığı döyüşdür. Bax, indi bu dediyi Xürrəmlər Həştadsər döyüşlərində məğlub edilməz. Xürrəmlər məğlub edilməyib. Ona görə S-ni də silirik. Aydındır. B, A, S. B variantı. Buyurun.
Başa düşdünüz bunu? Əla. İndi diqqət edin, ikinci sual oxuyuruq. Biraz da ikinci sualdan təkrar gələk. Nə oldu ki buna? Bir dəqiqə. İndi ikinci suala baxırıq. Göstərilənlərin aidlik olduğu şəhəri müəyyən edin. Albaniya dövlətinin paytaxtlarından biridir. Azərbaycan Ərəb Əmirliyinin canişinliyi mərkəzi olmuşdur. Yadınızda saxlayın. Bax, birinci növbədə Albaniya dövlətinin ilk paytaxtı olubdur Qəbələ şəhəri. Amma Ərəb Əmirliyinin canişinliklərindən biridir deyəndə, burada Bərdə yada düşür. Yadımıza gəlir hələ Şirvanşahlar dövləti yaranmamışdan əvvəl Bərdə Əmirliyi yaradılmışdı. 780-800-cü illərdə. Yezid bin Məziyyət tərəfindən. O Bərdə Əmirliyi Azərbaycanda yaradılmışdır və tabe idi ərəblərə. Və ərəblər zəiflədikcə Bərdə Əmirliyi müstəqilliyə çıxır. 861-ci illərdə Məhəmməd ibn Yezid Bərdənin mərkəzini Gəncəyə köçürür. Gəncə də buradakı şəhərdir. Gəncəyə köçürür. Daha doğrusu biraz aşağı, dəqiqə. Bəli, Gəncəyə köçürür. Gəncəyə köçürdükdən sonra isə 861-də bunların varisi olan Heysam ibn Xalid hansı dövləti yaradır? Əla, Şirvanşahlar. Bəxtiyar, hələ ki gözdəsən. Elmira, Şirvanşahlar dövləti nə vaxta kimi mövcudluğunu qoruyub saxlayıb? 1538 hansı hökmdar buna son qoyacaq? 1538'də. Gözlə, bəli. Bəli, Səfəvi 1-ci Təhmasib. Elmira, nə oldu sən? Sən bunu o dəqiqə deyirdin axı. Elmira, biraz diqqətli ol. Özünüzü toplayın. Aha. Elmira, yox, Bəxtiyar. Bəxtiyar, sən mənə görə 1538-də bu Şirvanşahlar dövləti ləğv olunduqdan sonra nə baş verir? Bəli. Baxın, bunu yadınızdan çıxartmayın ki, bax, bu 4'dür, Bərdə ərazisidir. Hələ əmirlik şəklində yaradılan Qəbələ yox, Bərdə ərazisi olubdur. Və Bərdə kimin adına salınmışdır, kim tərəfindən? Bəli. Firuzun adına 444-463-cü ildə ikinci Vaki aldı. Yox, Alban hökmdarı ikinci Vaki. O dayısı ikinci Yezdarəket istəyirdi ki, o zərdiş olsun, amma o istəyirdi xristiyanlığa keçsin. Dayısı öləndən sonra xristiyanlığa keçir. Firuz Şah onu taxtdan salmasın deyə o neyinirdi? Firuz Şahın adına Bərdə, yəni Firuzabad şəhərini saldırır. Və bu da yaddan çıxmasın. Söz. Aydındır uşaqlar bu hissə. Diqqətli olun, keçdik. Üçüncü suala. Eradan əvvəl 1-ci əsrin 60-cı illərdə Roma qoşunlarının Azərbaycanın yürüşlərinə aiddir. Bəli, Eradan əvvəl 1-ci əsrdə Azərbaycana yürüş eləmişdilər 60-cı illərdə. Sizcə bu nə ola bilər? Albaniya və Roma hərbi. Bəli, hansı döyüşlər? Və kimlər qalib gəlir burada?
Qəti. Alban o dövrdə Romanın qanunu gücdə değildi. Romalılar. Yaxşı. Eradan əvvəl 66, eradan əvvəl 65. Romalılar qalib gəlibdir. 65, 66 Kür sahili döyüşüdür. 65 Alazan döyüşüdür. Digər adı ilə Qanıq döyüşü. 66-cı il Kür sahili döyüşündə Alban hökmdarı Oroys, 65'te Alazan döyüşündə isə onun qardaşı Kozis iştirak edirdi. Bəli. Burada oldu B variantı. Geçtik 4'e. Daha sonra baş vermiştir. İndi buna diqqətlə qulaq asın. Kutilərin Akkad dövlətinin varlığına son qoyması. Birinci Kutilər Mesopotamiyada 22-ci əsrdə, eradan əvvəl 22-ci əsrdə Akkad dövlətinə son qoyurlar. B variantı (829) Udaykin'in adı. Bəli. 843. İlk dəfə adı çəkilir Mannanın 843'də. Paytaxtın İzrutunun Asuriya hökmdarı Aşurbanipal tərəfindən dağıdılması. Aşurbanipal kimin dövründədir? Təbii ki Ahşerinin. Ahşerinin dövrü də 675, 600, bəli, 650 idi. 650-ci ildə yadımızdadır İskitlər üz döndərir Ahşeridən. Ondan sonra Aşurbanipalla tərk qalır və Aşurbanipal şəhəri tutub yandırır. Özdə bunu necə öldürürlər Ahşerini? Yox, suiqəst ola bilməz. Üsyan, suiqəst bəli, suiqəst Azad idi. Elmira Azada kim kömək etmişdi o ulusunda? Bəli, o Rusayla, Urat hökmdarı Rusayla birləşir ulusunu. O Aş dağı ətrafında 716-cı ildə Azanı suiqəst nəticəsində öldürürlər. Bəli. Sonra Mannadın ilk dəfə Azərbaycanın cənubunda dövlət qurumlarının meydana gəlməsi bu eradan əvvəl 3-cü minillikdir. İşçi sağ tayfaların Azərbaycana axının baş verməsi bu da eradan əvvəl 7-ci əsrə düşür. Yəni bizə deyir ki, daha sonra baş vermişdir. Daha sonra baş verdən bax bu 650-ci ildə ən aza düşən eradan əvvəl paytaxt İzrutunun Asur hökmdarı Aşurbanipal tərəfindən dağıdılmasıdır. Y variantı. 5. Ərəb xilafətinin hakimiyyətə diqqət. Ərəb xilafətinin hakimiyyətə gələn Əməvilər sülaləsi vergi siyasətini getdikcə sərsləşdirirdi. Yerli əhali ilə ərəblər arasında fərqlərin qoyulması, əsərat altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsinə səbəb oldu. Belə çıxışlardan birinə də Azərbaycanda müsafir başçılıq edirdi. Mətndə bəhs edilən hərəkat başçısı ilə Babək Xürrəmlər arasında olan ümumi cəhəti müəyyən edin. Həm müsafir, həm də Babək. Bunlar kimə qarşı idi? Bəli, Ərəb əsarətinin azad olmağa çalışmaları, həm Beyləqandakı müsafir üsyanı, həm də Babək Ərəb əsarətindən azad olmağa çalışırdılar da. Düzdür? Yəni, yoxsa nəyə görə üsyan qaldırsınlar ki? Yəni, ikisinə də oxşar cəhət ərəblərin üsyanından nə baş versin deyəydi? Yəni, onların azadlıq, gəlib buranı tutmuşdular ki, ərəblərin buranı tutması prosesini, belə deyək, ərəb işğallarını son qoymaq istəyirlər, müstəqilliyə tutmaq istəyirlər. Erkən kollektiv təmin etmə adətini meydana gəldi. Bax, erkən Türk dövrü Azərbaycanda. Bəli, Azərbaycanda ibadət evləri, kollektiv dəfn etmə
2. Sonra ölü yandırma. 3. Birinci ictimai əmək bölgüsü. 4. Bu hadisələr erkən tunç dövründeydi. İkinci ictimai əmək bölgüsü sənətkarlığın müstəqil sahəyə çevrilməsi idi. Bu orta tunc idi. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Bu hələ ikinci əmək bölgüsüdür. Erkən şəhər mərkəzləri yarandı orta tuncda, boyalı qablar mədəniyyətində. Ayaqla hərəkətə gətirilən duluz çarxı bəs nə vaxt idi? Yox, birinci ayaqla hərəkətə gətirilən duz çarxı idi, yoxsa əllə hərəkətə gətirilən? Birinci əllə, sonra ayaqla. Yaxşı, bu duluzçuluğun zadın yarandığı dövr nə vaxtdır? Duluzçuluq, toxuculuq. Bəli, neolit inqilabı, neolit. Və daşın deşilməsi, cilalanması, bunlar hamısı neolit inqilabı. Bəli, sənətkarlığın yaranması. Nə? Bəli, ox və kaman mezolit idi. Ox və kamanla ət ehtiyatı artır, heyvandarlıq yaranır, əhəlləşdirilmə, heyvandarlıq, maldarlıq və əkinçilik. Bəli. İndi ayaqla hərəkətə gətirilən duluz çarxı. Bax, neolitdə duluzçuluq yaranır. Əllə hərəkətə gətirilən duluz çarxı başlayır. Ayaqla hərəkətə gətirilən isə son tuncdadır. Son tunc. Manna dövlətinin tarixində eradan əvvəl 7-ci əsrin 70-50-ci illərində başlayır. Baxın, Manna dövlətinin 750-ci illəri deyəndə bu Ahşerinin dövrünə düşür. Ahşeri. 675-650. Ahşerinin Asuriya torpaqlarına hücum etməsi. Bəli, İskitlərlə birləşərək Ahşeri Asur torpaqlarına hücum etmişdir. Biri götürə bilərsiniz. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi. 100%. Bəli. Canişinlik sisteminin yaradılması. Canişinlik sistemini kim yaratmışdı orada? İranzu. Bəli. Bəli, İranzu 8-ci əsr. İranzunun hakimiyyət illərini kim deyir? 740-719. 719. Bax, diqqətli olun. Maksimum təkrardır uşaqlar. Sonra bu İranzuya getdi. İskit Sak tayfaların işğalçı hücumlarına qarşı mübarizə aparması İskit Saklarla bir araya gəlmişdi Ahşeri bu dövrdə. Niyə onların işğalçı yürüşlərinə məruz qalsın ki? Sadəcə orada Asur hökmdarı Aşurbanipal bunları çağırır ki, İskitləri, siz Ahşeridən uzaq durun, tək qalsın məndən meydanda, sizin də öz dövlətinizi yaratmağa kömək edəcəm. Və 7-ci əsrdə İskitlər öz dövlətlərini yaradırlar. Və Ahşeridən Bəli. Urmiya gölündən şimalda yerləşən Manna əraziləri Urartu əsarətindən azad edilməsi. Urmiya gölündən şimalda yerləşən Manna əraziləri Urartu tərəfindən əsarətindən azad edilməsi. Bu da İranzunun dövründə 2-ci Sarqonla bağladığı ittifaqla idi ki, 2-ci Sarqon eradan və 735-də hücum eləyir Urartunun üzərinə dostunu qorumaq üçün və Urartunu məğlubiyyətə uğradır. Manna torpaqlarını tam şəkildə birləşdirir. Yəni Mannanın ərazisinə birləşdirir. İşğal olunmuş Manna torpaqlarını. Burada da 1-2 doğru cavabdır. Ahşerin dövrünə düşür. Buyur. Buyur. Bitirəcəm, bəxtiyar. Bitirəcəm, sadəcə. Amma bu günlərin biraz problem yaşandı qorumağa. Zaten 12-dən o tərəfə qoymayacağım. Nə qədər suala baxa bildik, təkrarlaya bildik, qənimətdir. Yaxşı. Hadisə nəticə əlaqənin doğru verdiyi cavabın müəyyəndir. Cavanşirin öldürülməsi. Cavanşirin ölümü ilə Mehranilər sülaləsi hakimiyyəti sona çatır Elmira, yoxsa başqası da var idi? Kim idi o?
Neçənci ildə hansı dövlət son qoyur Albaniyaya? Aha, bəli. Diqqətli olun. 705'te Ərəblər. Birinci Həmədan döyüşünü nə vaxt? 830. Deyir ki, Ərəblərin Xürrəmləri məğlub edərək Həmədanı ələ keçirilməz. Bu 833-cü ildə ikinci Həmədandır. Birinci ola bilməz. Yaxşı. Abbasilər sülaləsinin hakimiyyəti Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi Azərbaycan cizyə vergisinin alınmağa başlaması. Cizyə vergisi Əməvilərdə başlayır. Əməvilərdə cizyə. Cizyə ilə Əməvilərdən başlayır. Urnayrın Albaniyada hakimiyyətə gəlməsi xristianlığın dövlət. Bəli, Urnayrın Albaniyada hakimiyyətə gəlməsi neçənci ildə deyilmir o Milan fərmanı? 313. Bəli, 313. 313'te də Alban hökmdarı Urnayr 313'ten 371'e kimi hakimiyyətə gəlmişdi. Urnayr Dizrak döyüşündə Sasaniyə kömək edirdi və burada Sasanilər məğlub olur. Urnayr da Roma qarşısında məğlub olaraq öldürülür. Bəli, amma Amit döyüşündə Amit döyüşündə 359'dur. Amit döyüşündə Sasani Urnayr Alban birləşməsi Romaya qalib gəlir. Amma Dizrak döyüşündə məğlub olurlar. Bunu yaddan çıxartmayın. Burada deyir ki, Amit döyüşündə, Dizrak döyüşündə itirilmiş torpaqlar Albaniyaya geri qaytarıldı. Birinci Dizrak baş verir baxı. Onda deyir ki, Dizrak döyüşü baş vermiştir. Orada torpaqlar itirilmiştir. Sonra Amit döyüşü baş verdi. Bu düzgün ola bilməz axı. Birinci Amit baş verib, Alban-Sasani birləşməsi udub. Sonra Dizrak baş veribdir. Yaxşı. Bunların da arasında 387-ci ildə müqavilə bağlanır. Roma-Sasani müqaviləsi ilə itirilmiş Alban torpaqları yenidən Sasaniyə verilir. Qədim Atropatena və Albaniya dövlətlərinin mədəniyyətinə oxşar cəhət bəzi şəhərlərdə ayrı-ayrı hökmdarlar tərəfindən salınması, ölkə arasında Yunan mədəniyyətinin yayılması, bəli, çünki bunlar İskəndərin bura hücumundan sonra yayılmışdılar. Sonra hieroglif yazı sistemi. Bəli, hieroglif yazı sistemindən də həm Albanlar, həm Atropatenalılar istifadə etmişdir. Möhürlər üzüç formasında hazırlanması bu Albanlara aiddir. Təqvimlərin yaranması, təqvim Şumerlərdə yaranıb, Misirlilərdə, bir də Çinlilərdə yaranıb. Təqvimin yaradılması bunlara məxsusdur. İlk dəfədə yaradanlar Misirlilər olubdur təqvimi. Bəzi şəhərlərin ayrı-ayrı hökmdarlar tərəfindən salınması, ayrı-ayrı hökmdarlar deyəndə bu deməkdir ki, bunun daxilində bir neçə hökmdar var idi. Bu da mümkün deyil. 2 ilə 3. Bəli. Atropatena nə vaxt yaranır Məsumə? Atropatena nə vaxt yaradılır? 321. Eradan əvvəl 321. Elmira, Makedoniyalı İskəndər Əhəməni dövlətinə nə vaxt son qoyur? Deyil. Makedoniya neçə? 300. Elmira 331 orada bir hadisə başlayır. Hansı döyüş idi o? Döyüş 331. Bu ilk 331 Qavqamel'dir. Qavqamel döyüşündən bir il sonra da hansı dövlətə son qoyulur?
Elmira, eradan əvvəlsə 332 niyə olur ki? Bəli, 30. Qavqamel döyüş deyirsən. Qavqamel döyüşü 331. Ha, bu doğrudur. Burada Makedoniyalı İskəndər qalib gəlir. Amma bir il sonra da, yəni eradan əvvəlsə 330-a düşməlidir da, düzdür? Bəli. İndi Manna hökmdarı Aşşur ilə Atropaten hökmdarı Artabaz arasında ümumi şəhər Artabaz eradan əvvəl 36-cı ildə Fransız, bəli, müstəqilləri olduğu dövlətlərlə münasibətlərin pozulması. Artabazın qalibiyyətini qısqanan dövlət hansı idi? Parfiya. O da öz oğlunu Romalı Oktavian'ın yanına göndermişti. Bəli. Elmira, axırda da Oktavian onu hakimiyyətə gətirir təzədən. Bəli. İndi Artabaz ittifak pozulubdur müttəfiqlə. Aşşuri bəs kimlə müttəfiq pozmuşdu İskitlərlə bir olaraq? Aşurla, bəli. İkisi də müttəfiqliyi pozublar. Yaxşı. Yaxşı uşaqlar. Çox yormuram, 12-yə kimi yetərlidir. Hər axşam bu şəkildə davam edəcəyik. Təkrarlarınızı davam edin. Evdə verdiyim prosesləri işləyin, dayanmayın. Son günümüz qalıbdır. Biraz güclü olun. Başa düşürəm, yorulmuşsunuz. Mən də yorulmuşam. Zaten yəni bütün günümüzü görürsünüz ki, qoymuşuq sizə. Biraz özünüzə inanın. Çalışdığınız qədər saat 12-də yatdınız, 4-də 5-də oyanın. Dərsimizi qeydli şəklində oxuyun. Və burada gəldikdə son 23 gün, demək olar sabahdan 23'ü, ayın 23'ü dayandıracağım hazırlığı. Ora kimi nə təkrar elədik, nə öyrəndik kifayətimizdir. Yəni, hara kimi təkrar edirsiniz, burada testlərimizi gedirik. Gündə hələ 10 dənə test geçsək, indi bugün biraz problem yaşandı da. Gündə bir 15-20 dənə bu şəkildə izaha baxsaq, bu 400-500 dənə test edir qəbula kimi. Demək olar proqramı tam təkrar deməkdir. Diqqətli olun, qeydlərinizi çıxardın, çalışın ki 12-4 yuxusunu alasınız. 4'də 5'də oyanın, qeydlərinizə başlayın, yaxşı hazırlaşın. İnşallah ki istədiyimizi qoyacağıq. Oldu? Bəli, səhər 4'də 5'də. Sən elə bilsən ki, əziyyətsiz olur bu boyda işlər. Nəyin var? Bəxtiyar, məktəb bir dəqiqə vacib deyil.